ayaqlar yoxsa topuqlar namazda birləşdirilməlidir. Bəziləri ayaq barmaqlarını birləşdirir pəncədən, amma topuğu birləşdirmir. Ayağın hansı hissəsi birləşdirilməlidir? Bu çox gözəl sualdır, aktual sualdır. Deməli, İmam Buxari və Müslimin səhihlərində Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, cərgələrinizi düzəldin. Əmrdir bu. O cərgələr necə düzəlməlidir? Onu Rasulullah sallallahu əleyhi və səlləm özü şəxsən əli ilə düzəldirdi cərgələri ki, cərgələr düppədüz olsun. Abu Davud rahimehullahın Sünən əsərində, diqqət edin, bu artıq əlavə vəsfdir cərgələrin düzəlməsi üçün. Çiyinlərinizi birləşdirin, şeytana aranızdan keçmək üçün boşluq qoymayın. Buradan bizə aydın olur ki, cərgələrdə, namazda çiyinlər bir-birinə bitişik olmalıdır. Çiyinlər bitişik olmalıdır. Sonra İmam Buxari rahimehullahın səhihində Buxari rahimehullah fəsilə belə bir ad qoyub. İlzaqul mənkəbi bil mənkəb vəl qadəm bil qadəm fis-saf. Cərgədə durduqda çiyin-çiyini, ayaq-ayağa birləşdirilməlidir. Boşluq qoyulmamalıdır. Və bu fəsilin altında Ənəs ibn Malik radiyallahu anh rivayet etdiyi hədisi gətirir. Deyir ki, biz sahabələr çiyin-çiyinə, ayaq-ayağa birləşdirib cərgələri düzəldərdik. Həmçinin Buxari və Müslimin rivayətlərində Nu'man ibn Bəşir radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem bizə belə buyurdu. Cərgələrinizi düzəldin. Cərgələrinizi düzəltməsəniz, Allah sizin qəlblərinizi ayırar. Fikir verin. Cərgələri düzəltmək, qəlblərin birləşdirilməsi üçün arada olan o ülvi məhəbbətin, müsəlmanlar arasında birliyin möhkəmlənməsi üçün səbəbdir. İmam Abu Davud rahimehullahın Sünən əsərində başqa bir rivayətdə deyilir ki, sahabələrin topuqlarını bir-birinə birləşdirdiyini gördük. Yəni bir sahabə o bir sahabələrin belə elədiyini görüb. Sahabə topuğu topuğa birləşdirib. Yəni bu vacib olmaya bilər, müstəhəb ola bilər. Lakin çiyinin çiyinə, ayağın ayağa birləşməsi ki, şeytana boşluq qoymayasan, bu artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin əmridir.